Kargo kuryer müştəri rubrikasında Temu və Trendyol bağlamalarının gömrük bəyanları necə olmalıdır? Şəkildə gördüyünüz bir kargoya aid bəyan olunmayan bağlamalardır. Sizcə gömrük bunu buraxar? Xeyr. Gömrük bəyanı necə olmalıdır? Ətraflı izah edirəm. Smart Customs tətbiqinə toxunub, MyGov şifrəmizi yazaraq, Sima ilə təsdiq edib, vətəndaş sözünü seçərək Smart Customsa daxil oluruq. Yuxarıdakı $0 aylıq limitimizdən nə qədər istifadəni göstərir. Ora toxunub, yuxarıda bəyan edilməmişlər bölümünə keçid edərək, bağlamamızın bəyan dəyərini və hansı kargo ilə gəldiyini görə bilərik. Bəyan et sözü ilə davam edib, şəxsi məlumatlarımızı yoxladıqdan sonra irəli gedərək, bağlamanın izləmə kodu, onu ölkəyə gətirən karqonu, hansı ölkədən gəldiyini və hansı satıcıdan gəldiyini görə bilərik. İrəli sözünü klikləyib, əlavə et sözü ilə bəyan etməyə başlaya bilərik. Bağlamada bir neçə fərqli məhsul olarsa, o bu şəkildə bəyan olunmalıdır. Mən prosesə corabları bəyan etməklə başlayıram. 2 tip corabımız var və bunların dəyəri təxminən 15 manat edir. Öncə məhsulun əsas qrupunu qeyd edirik, ondan sonra köməkçi qrupu, ikisinin cəmini yazırıq, sonra valyuta seçirik və aşağıda da miqdarını yazıb əlavə edirik. Əlavə etdikdən sonra təsdiqlə düyməsinə toxunmağa tələsmirik. Digər məhsullar əlavə etmək üçün yuxarıda əlavə et sözündən istifadə edirik. Növbəti bəyan edəcəyim məhsul yaddaş kartıdır. Qiymətini yadımızda saxlayıb, ondan sonra ana qrupu seçib, köməkçi qrupu seçib, qiymətini yazıb, valyutasını yazıb, sayını yazıb, yenə əlavə edirik. Bu proses bütün sifarişlər əlavə olunana qədər davam edir. Bütün sifarişləri əlavə etdikdən sonra siyahıya nəzər salıb səhv olanı qələm işarəsi düzəldə bilərik. Artıq olanı zibil qabı işarəsindən silə bilərik. Doğru olduğunu təsdiqlə düyməsi ilə bildiririk. İkinci təsdiqlə düyməsi ilə bəyan etməni yekunlaşdırırıq. $300 limitimizdən $78 istifadə etdiyimizi görürük. Bundan başqa etdiyimiz bəyanı zibil qabı işarəsi silə bilərik, qələm işarəsi ilə düzəliş edə bilərik. Etdiyimiz bəyana daxil olub, məhsullarımızla təkrar tək-tək tanış olmaq şansımız var. Bəyannamədəki maşın işarəsi bağlamanız gömrük tərəfindən saxlanılarsa, onu kargoya həvalə etməmizi təsdiqləmək üçün nəzərdə tutulur. Bağlamaları kargolar gətirdiyinə görə könül rahatlığı ilə hər zaman təsdiqləyə bilərsiniz. Burada dayanırıq, amma düşünmək üçün.